Qəbr əzabı varmı? Qəbr əzabı var. Buradakı qəbir deyil sadəcə olaraq. Bərzəx aləmidir, başqa bir aləmdir. Əhyəytənə isnətəyni, əməttənə isnəteyn. Sən bizi 2 dəfə öldürdün, 2 dəfə diriltdin. 2 dəfə ölmək, 2 dəfə dirilmək nə zaman baş verər? İnsan bir dəfə ölür, gedir bərzəx aləminə, bir dəfə də oradan öləcək, gedəcək qiyamətə. Və bu keçid, bu bərzəx keçidi, orada bir sorğu-suallar var. Bir qəbrin vəhşəti, çətinliyi var. Qəbrin vəhşəti, çətinliyi var. Bir də sorğu-suallar var. O sorğu-suallara baxırsan, sadə suallardır, amma dərin suallardır. Çünki o suallar sənin canıva verilir. Zehnində olanları deyə bilmirsən. Başa düşürsən, zehnindən keçənə cavab verə bilmirsən. Canınla əgər yaşamırsansa, canıva hopubsa cavab verə bilirsən. Ona görə bir nəfər deyildi ki, Quran insanın nə qədər həyatına daxil olubsa, o qədər Quran əhlidir. Allah nə qədər bunun həyatına, içinə daxil olubsa, o qədər imanlıdır. Yoxsa elə məsələn, dedim, bundan keçməz. Quranı oxuya bildim, bundan keçməz. Quranı nə qədər həyatıma tətbiq eləmişəm, o qədər Quranla ünsiyyət qurmuşam. Ona görə mən Rəbbuk deyəndə bəzi insanlar nə olacaq, cavab verə bilmir. O cavab verə bilmədiyi təqdirdə orada olan çətinliklər var, müsibətlər var və s. Bunlar dinimizin bizə izah elədiyi mövzulardır ki, yəni hədislər çoxdur bu mövzular haqqında. Həm əzabı haqqında, həm bu tərəf haqqında.